Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr, şagirdlər. Bugünkü dərsimiz gözəl bir günə təsadüf edir. Bugün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Ona görə də deyirəm, bayramınız mübarək olsun əziz qadınlar və qızlar. Qoy sağlam can, gözəllik və xoşbəxtlik daima sizinlə olsun. İndi isə keçək dərsimizə. Bugün sizə riyaziyyat severlər üçün 26-cı dərs keçəcəm. Məsələ 1. Ağacın hündürlüyü 20 metrdir. Qarışqa hər gün gündüz bu ağaca 5 metr dırmanır və axşam isə 4 metr aşağı inir. Bu minvalla qarışqa neçə günə ağacın təpəsinə çatar, həlli. Deməli, təsəvvür eləyək ki, bir ağacdır. Bu ağacı hündürlüyü 20 metrdir. 20 metr hündürlüyündə ağacdır və qarışqa hər gün gündüz, məsafə 20 metrdir, hər gün gündüz 5 metr qalxır, gecə isə 4 metr aşağı düşür. Onda məsələnin şərtinə görə bir gündə qarışqa 5 metr qalxar, 5 metr qalxır. 4 metr aşağı inir. Və bir gün müddətində 5 şaq 4 verdi 1 metr. Deməli, bir gün müddətində 1 metr qalxır. Onda bir gün müddətində 1 metr qalxırsa, 15 günə 15 vur 1, 15 metr qalxar. Deməli, 15 metr qalxdı 15 günə. Gerdə qaldı 20 metr, şaq 15 metr, 5 metr. Bir günüz vaxtı qarışqa 5 metr qalxdığından 16-cı gün ağacın təpəsinə çatar. Və deməli 16-cı cavab 16-cı gündə qarışqa ağacın təpəsinə çatar. Məsələ 2. İnkubatorda ördək və hind toyuğu yumurtasından cücə çıxartma müddəti 28 gündür. Toyuq yumurtasından cücə çıxartma vaxtı ördək və hind toyuğunkunun 7-də 4 hissəsindən 5 gün, qazınki isə toyuğunkunun 7-də 6 hissəsindən 12 gün artıqdır. İnkubatorda qaz yumurtasından cücə neçə günə çıxar? Həlli. Deməli, məsələnin şərtinə görə ördək və hind toyuğunun yumurtasından inkubatorda cücə 28 günə çıxır. Toyuğunku 28 günün 7-də 4 hissəsi, 28 vuraq 7-də 4, üstə gəl 5 günə çıxar toyuqda. Onda 4-dən 4, 16, üstə gəl 5, bərabərdir 21 günə. Deməli, toyuq yumurtasından cücə inkubatorda 21 günə çıxar. Və məsələdə deyilir ki, qazınki isə toyuğunkunun 7-də 6 hissəsindən 12 gün artıq müddətə çıxar. Deməli, 7-də 6 qazda olacaq, qaz yumurtasında. 7-də 6 vura toyuğun yumurtasından cücə çıxma müddəti 21 gündür, 21, üstə gəl 12 gün artıq, üstə gəl 12. Və ixtisar apardıq 3, 18, üstə gəl 12, bu da bərabərdir 30 günə. Beləliklə, məsələnin cavabı inkubatorda qaz yumurtasından cücə 30 günə çıxar. Məsələ 3. Meymunlar 2 yerə bölünərək əylənirdi. Onların 8-də 1 hissəsinin kvadratı ağaçlıqda oynaqlaşır, 12-si şən səslərlə havanı doldururdu. Sən də görüm, ağaçlıqda ən çoxu neçə meymun var idi. Tutaq ki, cəmi X meymun var idi. Onların 8-də 1 hissəsinin kvadratı oynaqlaşır. Deməli, yazıram. 8-də 1x kvadratı və 12-si
12'si də şən səslər çıxardırdı. Üstə gəl şən səslər çıxardan meymunlar və cəmi x meymunu verir. Buradan alıram 64'də 1 x kvadratı, üstə gəl 12 bərabərdir x-ə. Təlliyin hər iki tərəfini 64'də vururam. Aldıq x kvadrat çıxaq 64x, üstə gəl 64 vuraq 12 bərabərdir 0-a. 64, 12, 8, 12, 1, 4, 1, 6. 768. Deməli olacaq x kvadrat minus 64x üstə gəl 768 bərabər 0 çevrilmiş kvadrat əlini alırıq. Buradan x1, 2 bərabərdir. İkinci əmsal cüt olduğundan yarıya bölmə düsturundan istifadə edirəm. 64'ün yarısı 32 plus minus 32'nin kvadratı minus 768. Bu da bərabərdir 32 plus minus 1024. 32'nin kvadratı 1024 çıxaq 768. Bu da bərabərdir 32 plus minus kök altında çıxanda verir 256. 256'dan da kök 16 çıxır. 32 plus minus 16. x1 bərabərdir 48. x2 bərabərdir 16. Bizə məsələdə soruşur ki, ən çoxu neçə meymun var idi? Məsələnin şərtini ötüyən iki cavab var, 48 və 16. Ən çox soruşduğundan cavab 48 meymun var idi beşədə. Məsələ 4. 12 litrlik qab şərabla doludur. 5 və 8 litrlik 2 qabdan istifadə edərək şərabı 2 bərabər hissəyə ayırın. Həlli. Deməli, 12 litrlik doğrudur. Burada 12 litr var. Birinci işlə 0, 0. 12 litrlikdən 8 litrliyə 8 litr tökülük. Burada qaldı 4. Burada 0, 8. 8 və 8 litrlikdən 5 litr tökülük bura. 4, 5. Burada qaldı 3 litr. 5 litrliyi də tökülük 12 litrdə 4 litr və onun üstünə oldu 9, 0, 3 və 3 litri tökülük 5 litriyə olur 9, 3, 0. Təzədən 9 litrlikdən 8 litrin tökülük 8 litrlik qaba oldu 1, 3 və 8. 1, 3, 8. 8 litrlikdən də 2 litr, burada 2 litr çatışmır, 5 litr. 2 litr töksək, oldu 1, 5, 2 töküldü bura, 6. Və 5 litriyi tökürəm 1 litr olan yerə, oldu 6, burada 0, 6. Beləliklə, 6 litr, 6 litr proses bu qayda ilə apardıq və 12 litr şərab, 12 litrlik qabda 6 litr, 8 litrlikdə 6 litr olmaqla 2 bərabər hissəyə bölündü. Məsələ 5. Çevrənin uzunluğu 1 metr artarsa, onun radiusu nə qədər artar? Həlli. Çevrəni çəkirəm. Tutaq ki, bu çevrənin radiusu R-dir. Onda çevrənin uzunluğu 2 pi R olar. Və ikinci çevrənin uzunluğu 1 metr artan çevrənin uzunluğunu qeyd edək. Fərz edək ki, çevrənin uzunluğu 1 metr artdı. Onda bu yeni çevrənin radiusu R plus X, X qədər artar tutaq ki. Və burada olacaq çevrənin uzunluğu radius R plus X olanda 2 pi R plus X olar.
Və bu 1 metr çoxdur. Onda birinci çevrənin uzunluğu 2 pi r 1 metr artdıqda bərabər olacaq 2 pi r plus x-ə. Sağ tərəfi açırıq. 2 pi r plus 1 bərabərdir 2 pi r plus 2 pi x. 2 pi r'lər islah olur. Alırıq buradan 2 pi x bərabərdir vahidə. X bərabərdir 1 bölək 2 pi. Beləliklə, çevrənin uzunluğu 1 metr artarsa, onun radiusu 1 bölək 2 pi qədər artar. Məsələ 6. Parisdə Eyfel qülləsinin hündürlüyü 300 metrdir. Qüllə tamamilə dəmirdən hazırlanmışdır və ona 8000 tona qədər dəmir işlənmişdir. Əgər Eyfel qülləsinin ancaq 1 kiloqram ağırlığında dəqiq dəmir modeli hazırlanmış olsaydı, həmin model hansı hündürlükdə olardı? Deməli, Eyfel qülləsi hansı dəmirdən hazırlanırsa, onun modeli də 1 kiloqram həmin materialdan hazırlanır. Bu, bizə həndəsədən məlum olan oxşarlığa gətirilən məsələ olur. Çünki burada biz bilirik ki, həndəsədən V1 bölək V2 fiqurun həcmləri nisbəti onların hündürlüklərinin nisbətinin kubuna bərabərdir. Və eyni materialdan hazırlandığından V1 bölək V2 də elə M1 bölək M2 olar. Onda M1 bölək M2, yəni onların ağırlıqları nisbəti hündürlüklərin nisbətinin kubuna bərabərdir. Və burada deyilir ki, 300 metrdir hündürlüyü, H1 300'dür. 8000 ton bərabərdir 8000 vuraq 1000 kiloqram olur. Bu da bərabərdir 6 dənə sıfırdan ibarət olur. Götürüb burada yerinə yazsaq, olacaq 8000, bu da maketinki də 1 kiloqramdır. Olacaq 8000 də 200'ün kubudur. Deməli 200 bölək 1'in kubu yazmaq olar. Maketin kütləsi 1 kiloqram, 800, deməli burada alındı 8 milyon, o da 200.000'in 200'ün kubudur. Bu bərabər olacaq H1 300'dür. 300 bölək H2 bizə lazımdır, maketin hündürlüyü. Kublar bərabər olduğundan 200 bölək 1 bərabər oldu 300 bölək H2. Buradan da H2 bərabərdir 300 bölək 200. Bu da bərabərdir 1,5 metr. Beləliklə, Eyfel qülləsinin 1 kiloqramlıq eyni materialdan hazırlanmış modelinin hündürlüyü 1,5 metrdir. Məsələ 7. Bakı metropoliteninin eskalatorunun adi sürəti saniyədə 1,5 metr sürətini qəbul edək. Eskalatorun sürətini saniyədə 0,36 metr artırarsa, 186 metr yolu neçə saniyə tez qalxar. Fizikadan bizə məlumdur ki, bərabər sürətli düzxətli hərəkətin dənliyi S bərabərdir VT-dir. Və buradan T bərabərdir S bölək V. Eskalator adi sürətlə 186 metr məsafəni görək neçə dəqiqə gedər. 186 metr bölürük sürəti 1,5 metr olduqda 1,5 bu bərabərdir 2-də 3 yazırıq. 1,5'in yerinə 186. 3'ə ixtisar edirik. Bərabər oldu 62 vuraq 2 124 saniyə qalxar.
Deməli, adi sürətlə 186 metri eskalator 124 saniyə qalxar. Eskalator sürətini 0-dan %36 metr artırdıqda 186 metri böləcəm 1,5 üstə gəl, adi sürətin üstünə 0-dan %36 artırılmış sürəti gəlirik. Bu da bərabərdir 186 bölək 1,86. Sürəti də məxrəci də 100-ə vursaq 186, bu bərabərdir 100 saniyə. Deməli, eskalator sürətini 0-dan %36 metr artırsa 186 metr məsafəni 124 çıxaq 100 bərabərdir 24 saniyə tez qalxar. Cavab 24 saniyə. Məsələ 8. Fildə, insanda və sərçədə olan ürək döyüntüsünün 1 dəqiqədəki orta tezliyi 1/4/48 nisbəti kimidir. Lakin sərçədə insanınkindən 792 döyüntü artıqdır. Fildə, insanda və sərçədə olan ürək döyüntüsünün 1 dəqiqədəki orta tezliyi nə qədərdir? Həlli. Məsələnin şərtinə görə fildə, insanda və sərçədə olan ürək döyüntülərinin nisbəti 1-in 4-ə, 4-ün 48-ə olan nisbəti kimidir. Birinci fil, ikinci insan, üçüncü sərçə. Və deyirik ki, məsələdə sərçənin ürək döyüntüsünün 1 dəqiqədəki tezliyi insanınkindən 792 qədər çoxdur. Sərçəninki 48x qəbul eləsək, onda insanınki 4x və 792 qədər sərçənin ürək döyüntüsü çox olduğundan 48x-dən çıxırıq 4x-i bərabər olur 792. Buradan alırıq 44x bərabərdir 792, x bərabərdir 792, 44. Bir dəfə 44, 5, bu da 3, 352, 18. Deməli, sərçənin, burada alıram, x bərabərdir 18 aldıq, x 18 aldıq. Bu filin ürək döyüntüsünün 1 dəqiqədəki tezliyi 18 oldu. Onda tapırıq 4x insanınki bərabər olacaq. 4 vuraq 18, bu da bərabərdir 72. Bu oldu fildə ürək döyüntüsünün tezliyi, bu insanda. Və 48x bərabərdir 48 vuraq 18. 64, 32, 38. 18, 14. Deməli, 864. Beləliklə, sərçədə ürək döyüntüsünün 1 dəqiqədəki tezliyi 864 oldu. Və sonda, son cavabımız fildə 18, insanda 72, 1 dəqiqədəki ürək döyüntüsünün tezliyi və sərçədə isə 864 oldu. Məsələ 9. Bir neçə adam birlikdə alver etmək üçün 800 manat dəyərində mal almalı olur. Onlardan 3 nəfərinin yanında pul olmadığından yerdə qalanlar öz payına düşən puldan 60 manat artıq verirlər. Onlar neçə nəfər idilər? Həlli. Tutaq ki, alıcıların sayı x-dir. Alıcıların sayı. Sayı olsun x. Yanında pulu olanların sayı. Pulu olanların sayı olacaq x minus 3. Çünki pul olmayan 3 nəfərdir. Onda x minus 3 adamın üzərinə, bir nəfərinin üzərinə düşən pul, bir nəfərin 800 bölək x minus 3 olacaq. Bir nəfər bu qədər pul qoyur. Və əgər hamısının pul olsaydı, bir nəfərin pul qoyması 800 bölək x olardı.
və 3 nəfər əskik olanda məsələnin şərtinə görə hər biri 60 manat artıq pul verdiyindən bu nisbətləri fərqi bərabər olmalıdır 60-a. Və biz belə bir kəsr rasional tənliyi aldıq. Tənliyin hər iki tərəfini x minus 3-ə vuraq. Onda olacaq 800x çıxaq 800 vuraq x minus 3 bərabərdir 60x vuraq x minus 3. 800x çıxaq 800x üstə gəl 2400 bərabərdir 60x kvadrat çıxaq 180x. Buradan aldıq ki 60x kvadrat çıxaq 180x çıxaq 2400 bərabərdir 0-a. 60-a ixtisar eləsək x kvadrat minus 3x çıxaq 40 bərabərdir 0 olur. Çevrilmiş kvadrat tənliyi həll edirik. Bərabərdir 2-də 3 plus minus 9 4 vuraq 40 plus olur 160. 3 plus minus 169 elədir kökün altında, ondan da 13 çıxır. Və x1 bərabərdir 3 plus 13 bölə 2, 16 bölə 2, 8. İkinci cavab x2 kök bərabər olur -5, bu da ödəmir. Deməli, alıcıların sayı 8 nəfər imiş. Cavab 8 nəfər. Məsələ 10. Birisi öz dostuna deyir, sən öz pulundan 100 manat mənə versən, mənim pulum səninkindən 2 dəfə çox olar. O birisi isə belə cavab verir, sən öz pulundan 10 manat mənə versən, mənim pulum səninkindən 6 dəfə çox olar. Onların hər birinin nə qədər pulu var idi? Həlli. Tutaq ki, birinci dostun x manat pulu vardı, ikinci dostun y manat pulu vardı. Birinci dost deyir ki, sən öz pulundan 100 manat mənə versən, onda olacaq x plus, mənim pulum səninkindən 2 dəfə çox olar. Onda olacaq x plus 100 olur, y-dən 100 manat çıxır. 2 vuraq y minus 100. Yəni ikinci dostdan 100 manat verilir birinci dosta və bununki 2 dəfə çox olur ikinci dostundan. İkinci dost deyir, sən öz pulundan 10 manat mənə versən, mənim pulum səninkindən 6 dəfə çox. Yəni y plus 10 bərabər 6 vuraq x minus 10. Birinci dost x 10 manat verir ikinci dostuna, onda ikinci dostunun pulu birinci dostunun pulundan 6 dəfə çox oldu. Və belə bir sistem tənliyi aldıq. Buradan alırıq x plus 100 bərabərdir 2y minus 200, y plus 10 bərabərdir 6x min 60 və sadələşdiririk. Birinci tənliyimiz olur 2y çıxılsın x bərabərdir 100 üstə gəl 200, 300. İkinci tənlikdən alırıq 6x çıxaq y bərabər 10 üstə gəl 60, 70-ə. Və ikinci tənliyi 2-yə vuraq. Onda alıram belə 2y çıxaq x bərabər 300-ə. 12x çıxaq 2y bərabərdir 140-a. Tərəf-tərəfə toplasaq 2y, mənfi 2y, müsbət 2y, 12x çıxaq x, 11x bərabərdir 440 alırıq və x bərabərdir 40. Deməli, birinci dostun x manat pulu vardı, ikinci dostun y bərabərdir. Y, burada yerine yazsa alırıq, y bərabərdir 6x çıxaq 70. Bu da bərabərdir 240 çıxaq 70. 170. Beləliklə, birinci dostun 40 manatı, ikinci dostun 170 manatı vardı. Cavab 40 və 170 manat.